Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Azərbaycan 19-cu əsrin 30-50-ci illərində mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq. 19-cu əsrin 20-30-cu illərində Şimali Azərbaycanda mövcud olan idarə üsulu komendant idarə üsuludur. Xanlıqlar ləğv olunduqdan sonra onun yerində yaranmışdır. İkinci sual. Şimali Azərbaycanda daha tez yaradılmış quberniyalar Tiflislə İrəvan, Tiflis 46-da, İrəvan isə 1849-da yaranmışdır. Deməli, Bakı ilə Yelizavetpol, Bakı 1859, Yelizavetpol isə 1868 idi. Bunları da atırıq. Yelizavetpol 1868, Şamaxı 1846, İrəvan 1849, Bakı 1859, Şamaxı ilə Dərbənd isə 1846-da. Hər ikisi ona görə düzgün cavab olur, Y variantı. 19-cu əsrin birinci yarısında Çarizm tərəfindən Şimali Azərbaycana köçürüldü. Almanlar, ermənilər və ruslar. Yəni, yalnız deməli, tərbiyəçi bidəsi ruslar, ermənilər, almanlar, C variantı düzgündür. Bidəçi və tərbiyəçi rus kəndlərinin Cənubi Azərbaycana köçürülməsi baş vermişdir. 1830-cu ilin oktyabrın 20-sində verilmiş fərman əsasında. 19-cu əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş çıxış və üsyanların səbəblərindən biri komendant idarə üsulu və köçürülmə siyasəti. Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edildikdən sonraki dövrdə Çar rejiminə sədaqətlə xidmət edənlərə verilən torpaq mülkiyyət forması adlanırdı. Deməli, TİU torpaq mülkiyyət forması hərbi xidmət müqabilində verilirdi. Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonraki dövrdə irsən keçən torpaq mülkiyyət forması adlanırdı mülk. Mülk hər zaman irsən keçir. Gürcüstan İmretiya quberniyasının tərkibinə daxil olmayan, burada asanlıqla tapmaq olar. Ümumiyyətlə, Azərbaycan 2 hissəyə bölək. Sağ tərəf Xəzər vilayətidir. Sol tərəf isə Gürcüstan İmretiya quberniyası. Ona görə məntiqlə elə sağ tərəfdə 3 düzgün cavabdır. Gürcüstan İmretiya quberniyasının tərkibinə daxil olmayan yenə 5 düzgün variantdır. Çünki Xəzər vilayətinə daxildir. Quba və Şəki əyalətlərinin 19-cu əsrin 30-cu illərin ikinci yarısı tarixinə aid oxşarlıq komendant idarə üsuluna qarşı üsyanların baş verməsi. 1837-ci ildə Hacı Məhəmmədin başçılığı ilə Qubada, 1838-də də Məşədi Məhəmmədin başçılığı ilə Şəkidə üsyan baş vermişdir. Zarbalakan cəmaatlığı və Lənkəranın 19-cu əsrin 30-cu illərin əvvəlləri tarixinə aid oxşarlıq. 1830 Zarbalakan, 1831 Lənkəranda üsyan baş vermişdir. Ona görə Y variantı düzgündür. 1830-cu ildə Rusiya müstəmləkəçiləri əleyhinə üsyanın baş verdiyi ərazi, deməli, Zarbalakan ərazisi hesab olunur. Ona görə də 1 düzgün variantdır. 1838-ci ildə üsyan baş verib Şəkidə. 1831-ci ildə üsyan baş verib Lənkəranda. 1837-ci ildə üsyan baş verib Qubada. 17-ci əsr Rusiya və 19-cu əsr Azərbaycan tarixinə aid oxşarlıq burjua islahatlarının keçirilməsi idi. Deməli, burjua islahatlarının keçirilməsi bu 19-cu əsr Azərbaycana aiddir, amma 17-ci əsr Rusiyaya yox. Feodal daxilıq dövrü başlanması yanlışdır. 19-cu əsr Azərbaycanda feodalizm ümumiyyətlə başa çatdı. Mərkəzləşmiş dövlətin meydana gəlməsi, belə bir şey yox idi. Müstəmləkə zülmünə qarşı üsyanların baş verməsi, bunu da atırıq. Manufakturaların meydana gəlməsi, Azərbaycanda da xanbad manufakturası ilk dəfə 1829-cu ildə yaranmışdı. 1849-cu il Şimali Azərbaycanda yaradılmış quberniya İrəvan. 1847 kənd təsəssüsünün şərtinə görə Şimali Azərbaycanda kəndlərin otlaqdan istifadə əvəzinə ödədiyi vergi hesab olunur. Deməli, çöpbaşı vergisi. 1847 Şimali Azərbaycanda kəndlərin torpaqdan istifadə əvəzinə məhsul şəkildə ödədiyi elə malcəhət vergisi hesab olunur. On 19-cu əsrin 30-cu illəri Şimali Azərbaycanın 19-cu əsrin 50-60-cı illəri Çin tarixinə aid oxşarlıq, burjua inqilablarının yatırılması, burada belə bir şey yox idi. Azərbaycanda müstəmləkəçilərə qarşı üsyanın baş verməsi, deməli, müstəmləkəçiliyə qarşı üsyanın baş verməsi hər ikisi üçün oxşar cəhət hesab olunur. Çünki elə Çində bilirik ki, Taypinlər hərəkatı olub 1850-64, Azərbaycanda da 1830-dan 38-ə qədər deməli, Zarbalakan, Lənkəran, Quba, Şəki ərazisində üsyanlar baş vermişdi. 19-cu əsrin 30-cu illər Şimali Azərbaycan 50-ci illər Hindistan tarixinə aid oxşarlıq, deməli, yenə də eyni şəkildə müstəmləkə rejiminə qarşı üsyanların baş verməsi. Sipahilər üsyanı məsələn. 19-cu əsrin 30-50-ci illərində Şimali Azərbaycanda çöpbaşı vergisini verir otlaqdan istifadə edənlər. 19-cu əsrin 30-cu illərində Çarizm əsarətinə qarşı ilk üsyan 1830 Zarbalakan.
19-cu əsrin 30-cu illər tarixinə aiddir. Gədəbəy zavodu 1800, deməli, Siemens qardaşları tərəfindən 65-də, ondan əvvəldə 1855-də idi. Ona görə atırıq. Türkmənistan müqaviləsi 1828, Quba üsyanı 1837. 19-cu əsrin 20-ci illərində Şimali Azərbaycanda ticarətin müəyyən dərəcədə canlanmasına səbəb oldu. Rəhddarın ləğv olunması 1836 idi. Ona görə B variantını atıram. Avropa mallarının gətirilməsinin qarşısının alınması bu əslində pis əlamət idi. O məsələdə 1831-ci ildə idi. Güzəştli ticarət tarifi isə düzgündür 1821. Tranzit ticarət yollarının bərpa olması, Rusiyada sənaye çevrilişinin baş verməsi bunlar aid deyil. Şimali Azərbaycan 1836 rəhddarın ləğvi nəticəsində ticarətin inkişafına müsbət təsir göstərir. Şimali Azərbaycanda rəhdar ləğv olundu 1800, deməli 30-cu illərdə, yəni 1836-da. 19-cu əsrin 40-cı illərin birinci yarısında Şirvan qəzası birbaşa tabe idi Xəzər vilayətinə. Bilirik ki, iki hissəyə bölünürdü. Xəzər vilayəti və Gürcüstan Emirati quberniyasına. Sağ tərəf, yəni şərq tərəf Xəzər vilayəti deməkdir. Komendant idarəçiliyi dövründə yaradılmış dairə və distansiyalara aid deyil. Deməli, dairə və distansiya, məsələn, Şəki əyalət idi, ona görə bunu atıram. Deməli, baxırıq bunlar, burada 3-ü də götürə bilərəm. 3-dən 5, D variantı düzgündür, yəni Naxçıvanla Şəki. Komendant idarəçiliyi dövründə yaradılmış dairə və distansiyalara aid deyil. Yenə 5-i götürərəm Lənkəran, çünki əyalətdir. Deməli, daha sonra baxırıq nəyə? İrəvan idi burada. Bunu atıram. 5 olan variantları seçməliyim. Elə bizədən 5 olan variant düzgün olur. 3 və 5. On 19-cu əsrin birinci yarısında Şimali Azərbaycanda hərbi vergi 1887 idi. Atıram. İlk rus məskənlərinin salınması 1830-cu ildə idi. Ona görə B variantını götürmək olar. Dövlət kəndlərin köçmə hüququ 1853, ilk büdcə 80-ci illərdə idi. Bakıda ilk dəfə şəhər özünün dairəsinin tətbiq olunması 1878. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycanda ilk Alman məskənləri 1817-18 düzdür. Şimali Azərbaycanda 1836-da Alban katolikosluğu və rəhdar ləğv olundu. 1-dən 3 düzgün variant. Şimali Azərbaycan 1840 10 aprel qanununa ləğv olundu. Komendant idarə üsulu və mülki işlərə hərbi məhkəmələrdə baxılma qaydası. 1-dən 3 düzgün variantı, yəni 34-də düzgün cavab oldu, D variantı. Ərəb xilafəti və Çar Rusiyasının Azərbaycanı işğal etdikdən sonra gördükləri oxşar tədbir. Ölkənin əmirliklərə bölünməsi yalnız ərəblərdədir. Şimal sərhədlərinə sədd çəkilməsi məsələsi yanlışdır. Köçmə siyasətinin həyata keçirilməsi hər bir dövlət üçün oxşar dözlərini dayaq yaratmaq məqsədi ilə. Sasanilər dövlətinin və Çar Rusiyasının Azərbaycanı işğal etdikdən sonra gördüyü oxşar tədbir, köçmə siyasətinin həyata keçirilməsi. Dedik ki, hər bir üçün oxşardır. 1821 tətbiq etdiyi Cənubi Qafqazda güzəştli ticarət tarifinə görə deyir ki, gətirilən əzləm malların yalnız 50%-dən gömrük haqqı alınır. Belə A variantı düzgündür. Rusiyanın 1831 tətbiq etdiyi yeni ticarət qaydasına görə deyir ki, deməli, köhnə əskənsar gümüş pulla əvəz olundu. Bu yanlışdır. Pul islahatına aid olar. Cənubi Qafqazı gətirilən əzləmi mallara güzəştli ticarət tarifinin tətbiq olunması 1821. Avropa mallarının Cənubi Qafqazı gətirilməsinin yüksək gömrük haqqı vasitəsilə qarşısı alındı. C variantı düzgündür. Çünki rusların malının satılmasına əngəl olurdu. Buna görə də 1821 qanunu ləğv etdi. 19-cu əsrin 30-40-cı illəri Şimali Azərbaycanda bəhrə sudan istifadə əvəzinə alınan vergi idi. B variantı. 19-cu əsrin 30-40-cı illərində Şimali Azərbaycanda mülki xalisə kəndlərin cüzi hissəsinin xüsusi torpaqlarıdır. Bu yanlışdır. Hərbi xidmət müqabilində verilən torpaq yanlışdır. Dini dairə vəqf idi. Bəylərin ağaların irsi mülkiyyətində olan torpaqlar idi. Rəzbələrdə müsadirələri xəzinənin ixtiyarına keçən torpaqda yanlışdır. Şimali Azərbaycanda komendant idarəçiliyi dövrü idarə etmə sistemi. Qafqazın baş hakimi komendant idi. Deməli, komendantdan sonra isə burada olur mahal naibi, Y variantı düzgündür 41-də. Şimali Azərbaycanda Qafqazın baş hakimindən sonra olur komendant, A variantı. 19-cu əsrin birinci əsrində Şimali Azərbaycanda ermənilərin daha çox köçürüb yerləşdirildiyi ərazi Naxçıvandır, Qarabağdır və İrəvandır. 2, 4 və 5 düzgün variantdır. Deməli, Şimali Azərbaycan 19-cu əsrin birinci rübü tarix üçün səciyyəvi idi. 19-cu əsrin birinci rübü 1801-dən 1825-ə qədərki dövrə əhatə edir. İlk Alman məskənlərinin yaradılması 1817-18 elə A variantı düzgündür. Şaman Xəzər vilayətinin mərkəzi olduğu 1840 10 aprel İnzibati Məhkəmə islahatına əsasən
1844 Qafqazın idarə olunmasında ən mühüm dəyişiklik Qafqaz canişinliyi yaradıldı. Ləğv edildi desək 1883 olardı. Qafqaz canişinliyi yenidən bərpa edildi desəydik, bu da 1905-ci ildə olardı. 1846 Cənubi Qafqazın inzibati idarəetmə sistemindəki dəyişiklik nə idi? Deməli, komendant idarəsi əvəzinə quberniya yaradıldı. Komendant idarəsi 1840-da ləğv olmuşdu. Ona görə B-ni atıram. Tiflis, Kutaisi, Şamaxı, Dərbənd quberniyalarının yaradılması düzgündür. 1840 islahatına görə Cənubi Qafqaz ərazisinin bölündüyü inzibati vahidlər Gürcüstan İmretiya quberniyası və Xəzər vilayəti. 1847 kənd əsasnamələrinə görə sahibkarlar kəndlər üzərindəki hüquqlarını itirdilər. Kəndlər üzərində polis hüququ aldılar. Burada elə 49-da B variantı düzgün cavab hesab olunur. Bu məsələ də ləğv olunur 1865 kənd cəmiyyətləri haqqında qanuna görə. 1840-cı ildə Çarizm Cənubi Qafqazda keçdiyi islahatların məqsədi öz hökmranlığını möhkəmləndirmək, elə A variantı düzgündür. 1830-20 oktyabr verilmiş Çar sərəncamının məzmunu nə idi? Rus təriqəti və bidətçilərin Cənubi Qafqaza köçürülməsi. Şimali Azərbaycanda komendant dərəsulu dövrünə aiddir. Komendant dərəsulu birliyi 1804-dən düz 1840-cı ilə qədərki dövrü əhatə edir. Deməli, dünyada ilk dəfə mexaniki qaz məhsulu 1848-dir. İrəvan quberniyası 1849, kənd cəmiyyətləri 1865, Alban katolikosluğu 1836, Gədəbəy misəritmə zavodu 1865. Şimali Azərbaycanda komendant dərəsulu dövrünə aiddir. Yəni 1804-1840, kənd cəmiyyətləri 1865. İrəvan quberniyası 1849, rəhdarın ləğvi 1836, bəy və ağaların reskripti 1846, neft sənayesində iltizamın ləğvi 1872. Şimali Azərbaycan 1831-ci il ticarət tarifi 1821-ci il ticarət tarifindən əsas fərqi. Avropa mallarının Cənubi Qafqaza axını kəsilmiş oldu. A variantı ilə düzgün cavabdır. Şimali Azərbaycan 1821-31-ci illər tarixinə aid oxşardır. Avropa mallarının yalnız 50%-dən gömrük haqqı alınması məsələsi yanlışdır, çünki 1821-ə aiddir. Rəhdarın ləğvi 1836-dır. Avropa mallarının Cənubi Qafqaz vasitəsi 3-cü ölkəyə aparılmaması nəzərdə tutulması yalnız 1831-ə aiddir. Bizə oxşar lazımdır. Ticarətlə bağlı yeni qaydalar D variantı düzgündür. Yerli tacirlər üçün imtiyazlar. Bu isə bunlara aid deyil. 1830 üsyanı ərəfəsində Çar Balakən cəmaətliyinin digər Şimali Azərbaycan ərazilərindən fərqləndirən cəhət daxili müstəqilliyini saxlamışdır. Bilirik ki, bütün xanlıqlar ləğv olunsa da Çar Balakən cəmaətliyi ləğv olunmamışdır. 19-cu əsrin 30-cu illərində Şimali Azərbaycanda mülki xalisə məxsus idi. Kimə? Deməli, yerli bəylərə, təriqətçi ruslara, dövlətə, dindarlərə. Təbii ki də A variantı düzgündür. 57-də. 19-cu əsrin 30-cu illərində Şimali Azərbaycanda tüylü torpaqları verilirdi çarizmə sədaqətlə xidmət edən şəxslərə. 1840-cı il inzibati ərazi bölgüsü nəticəsində Cənubi Qafqaz Gürcüstan İmretiya quberniyası Xəzər vilayətinə bölünməli idi. Bu ləğv olundu məsələsi yanlışdır. Qafqaz canişinliyi 44-dədir. Naxçıvan qəzası Gürcüstan İmretiya quberniyasının tərkibinə daxil edildi. Bu düzgündür. Dərbənd quberniyasının ləğvi 1860-dadır. Quberniya mərkəzi Şamaxıdan Bakıya keçirilməsi isə 1859-dadır. Şimali Azərbaycanın 9-cu əsrin 30-cu illərində baş vermiş üsyanların və Hindistanın 9-cu əsrin 50-ci illərində baş vermiş silahlı üsyanın nəticəsində oxşarlıq. Deyil müstəmləkəçilər dini ziddiyyətlərdən istifadə edərək üsyanı yatırtdılar. Qonşu dövlətlərin müstəmləkəçilərə kömək etməsi. Deməli, üsyanların nəticəsi qalması ola bilməz, nəticəsi var idi. Yəni, müstəmləkəçilər idarəetmə sistemini dəyişməli olurlar. Məsələn, bizdə komendant dərəsulunu ləğv edirlər. Hindistanda da, məsələn, Osin şirkəti ləğv olunur. Şimali Azərbaycanın 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların Hindistanın 19-cu əsrin 50-ci illərində baş vermiş sipahilər üsyanının səbəblərinə oxşarlıq, müstəmləkə zülmü. 19-cu əsrin 40-cı illərin əvvəllərində Şimali Azərbaycanın inzibati idarə üsulundakı dəyişikliyə aiddir. İdarəçiliyə Azərbaycanlı məmurların xristianlarla əvəz olunması. Bilirik ki, Azərbaycanlara qarşı ayrı seçkilik olurdu və onun yerinə ruslar, ermənilər, almanlar təyin olunurdu. Çar Rusiyası 1831-də Cənubi Qafqazda ticarət tətbiq etdi. Yeni ticarət tarifini 1821-də olan isə güzəştli ticarət tarifi idi. 1847 kənd əsasnamələri sahibkarlara verilmişdi. Kəndlər üzərində inzibati polis hüququ 19-cu əsrin 40-cı illərin əvvəlində Şimali Azərbaycanda keçirilən islahatların uğursuzluğundan sonra çarizmin gördüyü tədbirlərə daxildir.
Ağ və bəylərin torpaqlarının müsadirəsinin dayandırılması. Elə A variantı düzgündür. Gördülər ki, xeyir eləmir. Yəni əhali də narazıdır. Yerli bəyləri öz tərəfinə çəkməlidirlər. Ona görə də torpaqlarını almağı dayandırdılar. 19-cu əsrin 40-cı illərinə aiddir. Vahid kənd idarəsi 1865. Qafqaz Zanişinin ləğvi 1883. Bakının dünyada neft çıxarmasına görə birinci yerə çıxması axırı 19-cu əsrin sonları. Xanbad manufakturası 1827. Cənubi Qafqazda Quberniya vilayət qəza məhkəmələrinin yaradılması 700 variant. 1840-cı il İnzibati Məhkəməsi saatının Şimali Azərbaycan üçün mühüm nəticəsi. Qafqazın baş hakimliyinin ləğv olunması yanlışdır. Şəhərlərdə yeni idarəçilik tətbiq olundu. Canişinlik sistemi tətbiq olundu 44-cü ildə. Komendant rəsulu ləğv olundu düzgündür. Canişinlik sistemi ləğv olunması 1883-dür. 19-cu əsrin 30-cu illərində Şimali Azərbaycanda vahid bazarın formalaşmasına təsir göstərən amillər mis istehsalının sürətli inkişafı, Avropa tacirləri üçün güzəştli ticarət tarifinin qoyulması, komendant, yəni bu 21-də idi deyə yanlışdır, belə bir şey yox idi. Komendant rəsulunun ləğvi 40-dadır. Rusların və almanların köçürülməsi, bu da yanlışdır. Çünki almanlar 1817-18-də köçürülüb, rəhtar sistemi 1836-dadır. Budur, ticarətli inkişafına şərait yaradır. 19-cu əsrin 30-cu illərin ortalarına kimi Şimali Azərbaycanın daxili ticarəti ləngidən rəhtar sisteminin mövcud olması. Müvafiq olaraq 1840-44-cü illərdə dəyişdilər. 40-da komendant rəsulu ləğv olundu və 44-cü ildə Qafqaz Zanişinliyi yarandı. Ona görə Y variantı düzgündür. Şimali Azərbaycanın 1830-cu il tarixinə aiddir. Bəylərin və ağaların torpaqlarının müsadirə edilməsinə başlanması yanlışdır. Yeni İnzibati Məhkəmə sisteminin yaradılması 40-dadır. Quba üsyanın yatırılması 37, Lənkəran əyalətinin üsyan 31, 1830 olan Carbalakan daxili müstəqilliyinin daxili muxtariyyətinin ləğvi idi. Şimali Azərbaycanda kəndlərin rəyə transfer elatlara bölünməsi ləğv olunmuşdur. 1846 6 dekabr reskriptinə əsasən. Şimali Azərbaycanda bəylərə və ağalara kəndlər üzərində polis məhkəmə hüququnun verilməsi. Deməli, 1847-ci ildə polis məhkəmə hüququ məsələsi var idi. Çar 1-ci Nikolayın imzaladığı 1846 reskriptinə aiddir. Xanların ləğv edilmiş torpaqları divan torpaqlarına daxil edildi. Bu yanlışdır. Daha öncədən belə idi zaten. Rus təriqətçi və bidətçilər Şimali Azərbaycan vilayətlərində məskunlaşdırıldı 30-cu ilə aiddir. Bəylər və ağaların torpaq üzərində irsi mülkiyyət hüququ təsdiq olundu və bunun qarşılığında bəylər Rusiyaya sədaqətlə xidmət etməyini öz boyunlarına götürürdülər. Bəylər və ağaların torpaq üzərindəki mülkiyyət hüququ ləğv olundu. Yanlışdır. Kəndlər rəyə transferə bölünmür, əksinə o adlar ləğv olunur. Rusiya hökuməti 1846 reskripti ilə yerli feodalların torpaqlarını onların əlindən almadı. Əksinə onlara imtiyazlar verir. Şimali Azərbaycanda özünə sosial dayaq yaratmaq sayəsində ciddi addım atdı. B variantı düzgündür. 1846 çarın imzaladığı reskriptin Şimali Azərbaycan üçün nəticəsi. Kəndlər üzərində hakimiyyət Rus məmurlarının bəylərin ixtiyarına keçdi. Əslində, Rus məmurlarının ixtiyarından heç nə çıxmırdı. Bəy və ağalar öz torpaqlarından və kəndlər üzərində hakimiyyətinə məhrum edilmədilər, əksinə onlara hüquq verildi. Kəndlərin bəylərinin asılılığının qanuniləşdirilməsi təxirə salındı, belə bir şey yox idi. Sahibkar torpaqlarında yaşayan kəndlərin müxtəlif qruplara bölünməsi saxlanılmır, ümumi mülkiyyətlər tabeliyəsi adı ilə birləşirlər. Ali müsəlman təbəqəsi torpaq hüququ baxımından Rus zadəganları ilə bərabər hüquqlar qazandı. Amma idarəçilikdə heç bir fərq yox idi, yenə əvvəl kimi hüquqsuz qalmışdılar. Uyğunluq gözlənmişdi. 1859-da İrəvan yanlışdır. 1849-da yaranıb. Komendant rəsulu 1840 10 aprel qanunu ilə ləğv olundu, düzdür. 1841-də yox, 44-də Qafqaz Zanişinliyi yaranıb. Yeni İnzibati ərazi bölgüsü 1820 yox, 1840. Ali müsəlman 2-də 1843-də idi. Uyğunluq gözlənmişdi. 1830 Şimali Azərbaycana köçürüldü. 2 Alman. Almanlar 17-18-də köçürülüb. Qafqaz Zanişinliyi 1844-də yaranıb. Qarabağ xanlığının ləğv olması 1822 idi. İrəvan quberniyası 1849-da yaranmışdı. Şamaxı quberniyası 1846-da yaranmışdı. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycan və ikinci yarısında Şimali Qafqazın tarixinə aid oxşarlıq. Rusiya tərəfindən işğalının baş çatdırılması. 1828 Türkmənistan ilə Azərbaycan, deməli 1864-cü ildə də Şimali Qafqaz. 1846 İnzibati ərazi bölgüsü nəticəsində Gürcistan İmertiya quberniyası yaradılmır, 40-da yaradılmışdı. Qafqaz Zanişinliyi yaradılmalı 44 idi. Xəzər vilayətinin ləğv olunması, bu düzgün variantdır. 40-da yaranmışdı, 46-da ləğv olunur. Yerinə Tiflis, Kutaisi, Şamaxı və Dərbənd yaranır. Yelizavetpol 1868, komendant rəsulunun ləğvi 1840. 1840 İnzibati ərazi bölgüsü nəticəsində Cənubi Qafqazda deməli
İrəvan qəzası Gürcüstan İmperiyasının tərkibinə daxil edildi, düzdür. Komendant rəsul dövründə müsəlman əyalətləri rəisliyinə tabe deyil. Müsəlman əyalətləri rəisliyinə tabe olanlar Şəki, Şirvan, Qarabağ, Lənkəran olmalı idi. Ona görə 3-ü çıxıram, Lənkəranı çıxıram. Müsəlman əyalətləri rəisliyinə daxil deyil, Şəki də daxil olur. Deməli, burada Qarabağı da baxırıq. Deməli, 3-ü, 1-i, 2-ni, 5-i çıxdıq. 4. Bakı. Bakı hərbi idarə rəisliyinə tabedir. Yəni C variantı. Komendant rəsul dövründə müsəlman əyalətləri rəisliyinə tabe deyil, Quba. Yəni D variantı. Şimali Azərbaycanın 9-cu əsrin 30-cu illər tarixinə aiddir. Ölkə ərazisinin inkişafının dəstələri bu 1817-18 Şeyxülislam vəzifəsinin təsis olunması. Ölkə ərazisinin ilk rus məskənləri, düzdür, 1830-da. Komendant rəsulun ləğvi 40-da idi. Güzəştli ticarət tarifi 1821 idi. Şimali Azərbaycanın 9-cu əsrin 40-cı illərinə aiddir. İlk Alman koloniyaları yenə deyirik 1817-18, Alban katolikosluğu 1836, güzəştli ticarət tarifi 1821, ali müsəlman təbəqəsinin imtiyazlarının tanınması 1843, dövlət kəndlərin köçmə hüququnun ləğvi 1853. Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illərində həyata keçirilən inzibati bölgələrə aid deyil, Bakı qəzasının Şamaxının tərkibinə daxil edilməsi. Deməli, bunu atırıq. İrəvan quberniyasının təşkili 49-da idi. Quba qəzası Xəzər vilayətinin tərkibinə qatılması 40-cı ildə idi. Şəki və Şirvan əyalətlərinin təşkil edilməsi. Əyalətlər komendant rəsulu yaradıldığı vaxtdan var. Ona görə bunu götürə bilərik. Yezavetpol qəzasının Gürcüstan İmperiyası quberniyasına verilməsi. Bu da 1840-cı ilə aiddir. Ona görə yeni də atıram. Şimali Azərbaycanda 9-cu əsrin 40-cı illərində həyata keçirilən inzibati bölgəyə aid deyil. Bakının Şamaxı quberniyasının tərkibinə daxil edilməsi, Lənkəran Xəzər vilayətinin tərkibinə qatılması, Bakı və Quba əyalətlərinin təşkil edilməsi bunlar daha öncədən var idi. Ona görə C-ni də götürürük. Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illərində həyata keçirilən inzibati bölgəyə aid deyil. Dərbənd quberniyası 1846, Xəzər vilayəti 1840. İrəvan qəzası Gürcüstan İmperiyası quberniyasına verilməsi 1840. Şamaxı quberniyası 1846, Bakı quberniyası 1859. Y variantı düzgündür. Şimali Azərbaycanda 9-cu əsrin 40-cı illərində həyata keçirilən inzibati bölgələrə aid deyil. Şamaxı quberniyasının ləğvi 1859. İrəvan quberniyasına daxil olan əraziləri xəritədə göstərək. İrəvan buradadır, 4. Deməli, İrəvan quberniyasının tərkibinə daxil olanları göstəririksə, Naxçıvanı götürməliyik. 3-ü və 4-ü. 90-da cavab oldu B variantı. 1846-cı ildə Çar 1-ci Nikolayın imzaladığı reskriptə aid deyil. Feodallar torpağı yalnız ali müsəlman seçkinə verə bilərdilər. Belə bir şey yox idi. Azərbaycan feodalları öz torpaqlarına istifadə etmək, satmaq, bağışlamaq, isyan vermək hüququ aldılar. Bu da yanlışdır. Rəyi transfer nökər, əkər adları sahibkar kəndlər feodalçılıqdan azad edildi. Deməli, bunu götürürük. Çünki belə bir şey yox idi. Feodalçılığın ləğvi 1870-ci ildə idi. Tiyul və mülk feodal torpaq mülkiyyətinin eyni kateqoriyaya daxil olması düzdür. Ali müsəlman seçkin mülk və tiyul torpaqları üzərində tam irsi mülkiyyət hüququ təsdiq olundu. Bu da düzdür. Bulat Tayler üsyanı ilə 1837-ci il Quba üsyanının ümumi cəhəti üsyançıların xüsusi tələblərinin olması. Bu düzgündür elə. Uyğunluğu müəyyənləşdirilən 9-cu əsrin 30-cu illərində çarizmə qarşı üsyanlar Azərbaycan Quba üsyanı Şeyx Şamilin başçılıq etməsi. Şeyx Şamil yox, yanlışdır. Şeyx Şamil Dağıstan üsyanının rəhbəri idi. Ona görə A-nı atdım. Çar Balakənin keçmiş xanının hakimiyyəti müvəqqəti bərpa olundu. Deməli, Çar Balakən heç xanlıq deyildi. Ona görə o xan ola bilməz. Daxili müstəqilliyin ləğv olunması səbəblərdən biri idi. Biri C-ni götürərəm. Üsyana Məşədi Məhəmməd Şəkiyə başçılıq edir. Atdım. Üsyanın gedişində hərbi şuranın yaradılması. Düzdür. Əhali hökumət qarşısına tədbir irəli sürmüşdü. Düzdür. Cavab olur 1C, 2BC. B variantı. 94-də baxırıq. 19-cu əsrin 30-cu illərində çarizmə qarşı Lənkəran və Şəki üsyanı. Üsyan Şeyx Şamil başçılıq etmir. Bu, Şimali Qafqazın üsyan başçısıdır. Mir Həsən xanın rəhbərliyi ilə baş verib düzdür. Komendant rəsulu səbəblərindən biri idi, düzdür.
Üsyanın Məşədi Məhəmməd başçılıq edir. Düzdür, üsyanın gedişində hərbi şura Qubaya aiddir. Varşavada müsəlman ailələrinin atlılar toplanması Qubaya aiddir. Cavab olur, deməli, 1B, C, 2A, D variantı. Elirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Quba üsyanı, Şəki üsyanı. Üsyanın Məşədi Məhəmmədin başçılıq etməsi Şəkiyə aiddir. Sırf. Dağlı hərəkatın rəhbəri Şeyx Şamil üsyana diqqət göstərir. Qubaya aiddir. Üsyanın gedişində hərbi şuranın yaradılması Qubaya aiddir. Komendant dərəsi səbəblərindən biri idi hər ikisinin, hətta 4-ünün də Qubanın da Şəkində, Cəbrayılkəndə, Lənkəranda 19-cu əsrin 30-cu illərin ikinci yarısında baş verib. Quba üsyanı 37, Şəkidə 38-dir. Ona görə yeni də ikisini aid götürürəm. Cavab olur 1B, C. Deməli 2A, 3-də D, Y. C variantı düzgündür. Elirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdir. Cəbrayılkəndə, Lənkəran 19-cu əsrin 30-cu illərin əvvəllərində baş verib. Bu ikisinə də aiddir. Biri 1830, digəri 1831. Dağlı hərəkatın rəhbəri Şeyx Şamil üsyana deyir ki, kömək göndərmişdi. Deməli, Şeyx Şamilin üsyana kömək göndərməsi məsələsi burada olur. Baxırıq, daxili müstəqillik ləğv olması səbəblərdən biri idi. Cəbrayılkəni götürdük. Komendant dərəsi səbəblərindən biri idi. Hər ikisini də aid götürürəm. Üsyana Mir Həsən xanın başçılıq etməsi isə Lənkəran üsyanına aid idi. Deməli, (96-cı sualda da cavab oldu C variantı. B-ni heç birinə götürmürük. Elirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirir. Reskriptin kənd əsasnamələri. Müxtəlif kəndli qruplarının vahid adlı mülkədar tabelisi olması bu reskriptə aiddir. Bəyləri kəndli üzərində polis məhkəmə hüququnun verilməsi. Polis məhkəmə hüququnun verilməsi aiddir. Deməli, 1847-ci ildə idi. Hüquq və mülkün eyni kateqoriyaya daxil edilməsi birinci reskripti seçək. A, D. Deməli, kəndlərə pay torpağının ayrılması nəzərdə tutulması 5 desiatr məsələsi, buna götürürəm. Daha sonra İctimai Azərbaycanın sahibkar və kəndli münasibətlərini hüquqi aydınlıq gətirmək məqsədi ilə qəbul edilməsi, buna da yeni götürürük. 1847-yə aid idi. Bəylərə kənd üzərində polis məhkəmə hüququnun verilməsi də ikisinə də aid olduğuna görə də B-ni buna götürürük. Cavab oldu. Deməli, A variantı. Səbəb nəticə əlaqələrinə aid uyğunluğu müəyyənləşdirək. Kənd təsərrüfatında əmtəə istehsalının artması, deməli, Çar hökumətinin Şimali Azərbaycanın natural vergini pul vergisi ilə əvəz etməsi, bunu götürə bilərik. Rusiya 1821 ticarət tarifini tətbiq etməsi Şimali Azərbaycanın ticarət canlılarının %31-də amma zəifləyir. İpəkçilik sənayesində iltizamın ləğvi, Nuxudaf xanbat manufakturası, belə bir şey yox idi. Vahid ölçü pul sistemi, Qərbi Avropanın toxuculuq məhsullarının Cənubi Qafqaz bazarlarında daha çox satılması. Vahid ölçü pul sistemi 1839-cu ilə düşür. Qərbi Avropanın toxuculuq məhsullarının Cənubi Qafqaz bazarlarında daha çox satılması məsələsi isə 1821 ilə əlaqəsiz. Avropa mallarının Cənubi Qafqaz daxilinin yüksək gömrük haqqı vasitəsilə kəsilməsi, bu da 1831 idi. Şimali Azərbaycanda vahid daxili bazarın formalaşması 1836 idi. Cavab oldu A ilə B. B variantı. Səbəb nəticə əlaqələrinə dair uyğunluğu müəyyənləşdirir. Şimali Azərbaycanın vahid daxili bazarın formalaşması, milli burjuaziyanın daxili bazarda üstünlüyü ələ keçirtməsi, deməli, bu yanlışdır. Əlaqəsi yoxdur. Rusiyanın güzəştli ticarət tarifinin tətbiq etməsi. Şimali Azərbaycanın daxili gömrük rüsumu. Bu güzəştli ticarət 1821-də idi. Daxili gömrük rüsumu olan rəhbərin ləğvi 36-da idi. Çar hökumətinin güzəştli ticarət tarifini ləğv etməsi Avropa mallarının yüksək gömrük haqqı ilə gəlmək məsələsi C düzdür. Çar hökumətinin natural vergi, pul vergisini əvəz etməsi vahid ölçək pul sistemi. Bu 1852-dir, bu da 1839-43-dürsə, yəni bunun nəticəsi ola bilməz deyə atdım. İpəkçilik sənayesində xarici kapitalın daxil olması, Nuxudaf xanbat manufakturası, bu da aidiyyatı yox idi, bizim özümüzün manufakturamız idi deyə cavab oldu bir dənə D variantı. Klasteri tamamlayaq. 19-cu əsrin 30-cu illərində üsyanların səbəbi komendant dərəsi, neft sənayesində kəndlərin məcburi əməyindən istifadənin olunması, iltizam sisteminin mövcudluğu, daxili gömrük rüsumu rəhbərləri, bu yaxşı bir şeydir. Köçürmə siyasəti var, 100%. Çar hökumətinin Şimali Azərbaycan natural vergi tətbiq etməsi, bu da yanlışdır. Burada biz götürə bilərik 4-ü, həmçinin 2-ni. Cavab oldu D variantı.
1847 kənd əsasnamələri ilə kəndlərə pay torpağı ayrılması nəzərdə tutulur. Kəndlərin məcburiyyətindən istifadə yanlışdır. Kəndlər sahibçilərə müalicət vergisi ödəməli idilər. Biyar və əvrəz ləğv olundu 1870 aid idi. Sahibçilər kəndlərin bir yerdən başqa yerə köçmə hüququ saxlanılır. Düzdür. Kəndlərdən alınan natural vergi pul vergisi ilə əvəz olundu. Belə bir şey yox idi. 2-4-dür cavab. A variant. 46 reskript. Bəy bağlarının ixtiyarında olan torpaqlar üzərində irsi mülkiyyət hüququ təsdiq olunan sahibçilər kəndlərin bir yerdən başqa yerə köçmə hüququ ləğv olunur. Yanlışdır. Müalicət vergisinin ləğvi yoxdur. Belə bir şey. Müxtəlif kəndlər qrupu, yəni rəiyyət, rəsbər, nökər, əkər, mülkədar tabeliyəsi adlanır. Düzdür. Yeni inzibati ərazi bölgüsü yanlışdır. 1840-dadır. Ali müsəlman təbəqəsi torpaq hüququ baxımından rus sadeganları ilə bərabər hüquq qazandı. Düzdür. Bərabər hüquq qazansalar da, amma idarəetmədə iştirak edə bilmirlər. 19-cu əsrin 50-ci illərində Qubeyniya mərkəzinə çevrilmiş şəhəri xəritədə müəyyənləşdirək. 1859-da bilirik ki, Şamaxıda zəlzələ olur və bunun yerinə Qubeyniya mərkəzi olur. Bakı şəhəri 5. Deməli, Edelvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Xanlıqlar dövrü və komendant dövrü Şimali Azərbaycanda. Neft və bəzi başqa hadisə sahələrində iltizama verilməz. Komendant dövrü dövründə də var idi. Xanlıqlar dövründə də var idi. Deməli, bunu A-nı ikisinə də götürə bilərəm. Avropa mallarının yüksək gömrük haqqı qoyulması. Avropa mallarının yüksək gömrük haqqı qoyulması. Bu məsələ deməli olur komendant dövründə. Xidmət müqabilində tüyü torpaqlarının verilməsi. Hər ikisinə də aid. Kəndlərdən müalicət vergisinin alınması. Deməli, hər ikisinə də aiddir. Elatların qoşunun əsasını təşkil etməsi də xanlıqlar dövrünə aiddir. Cavab olur 1Y, 2B, üstə AC, D. Səbəb-nəticə əlaqələrinə aid uyğunluğu müəyyənləşdirir. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, Çar Rusiyasının islahatlar keçməyə məcbur olması, yəqin ki, arada üsyanların olmaq məsələsi olmalıdır. Şimali Azərbaycanda komendant dövrünün ləğv olunması, Şimali Azərbaycanda üsyanların baş verməsi. B variantı. Mətndə verilən tarixi prosesin nəticəsini müəyyənləşdirir. 19-cu əsrin 30-cu illərində baş verən üsyanlardan sonra Rusiya imperiyası Cənubi Qafqazda islahatlar keçməyə məcbur oldu. Bu islahatlar müstəmləkə rejimin möhkəmləndirilməsinə xidmət edirdi. Çar Rusiyası Cənubi Qafqazdakı idarəetmə sistemini ümumi imperiya inzibati sisteminə uyğunlaşdırmaq qərarına gəldi və 1840-cı ildə islahat keçirdi. Komendant dövrü ləğv olundu. 19-cu əsrin 30-cu illərində üsyanlara aid uyğunluq. Balkən keçmiş Şərşixanın qüvvələri üsyançılara köməyə getmişdi. Azərbaycanın digər bölgələrində yerləşən rus qoşunları üsyançılara qarşı göndərildi. Quba Dağlıq Hərəkatının rəhbəri Şeyx Şamil üsyana diqqət göstərirdi. Şərşixanlığın daxili müstəqilliyin ləğv olunması bu Balkənə aiddir. Azərbaycanın digər bölgələrində yerləşən rus qoşunları üsyançılara qarşı göndərildi. Cavab olur B variantı 2 və 3. Edelvin diaqramına əsasən Şimali Azərbaycanın 19-cu əsrin 30-cu illərində baş vermiş üsyana aid uyğunluğu müəyyənləşdirək. Şəki üsyanı, Lənkəran üsyanı, Quba üsyanı. Üsyanın gedişində hərbi şura yaradılmışdı Qubada. Üsyanın səbəblərindən biri komendant dövrüydü. Bu təbii ki, hər birinə aiddir. 19-cu əsrin 30-cu illərin birinci yarısında baş vermişdi. Birinci yarısı deyirsə, Lənkəran 1831-ci ildə. Məşədi Məhəmmədin başçılığı ilə Şəki, Mirhəsən xan rəhbərliyi ilə baş verib Lənkəran. Cavab olur 1D, 2C-Y, 3A, 4D B, yəni A variantı düzgündür. Cənubi Qafqazda 1821 tətbiq olunan güzəştli ticarət tarifi 1831-ci ildə tətbiq olunan yeni ticarət tarifindən fərqi, yerli tacirlər üçün imtiyazlarının nəzərdə tutulması, bu yanlışdır. Deməli, Avropa tacirlərinin Cənubi Qafqazda tam ağalığının təmin olunması tam ola bilməz. Atıram, Avropa mallarının gətirilməsinin qadağan edilməsi 1831-ə aiddir. Rəftar sisteminin ilk dəfə tətbiqi belə bir şey yox idi. Gətirilən əcnəbi malların cəmi 50%-nin gömrük haqqı alınır. Bu 1821-ə aiddir. Şimali Azərbaycanda 1846-cı ildə Çar 1-ci Nikolayın imzaladığı reskript 1841 qanunundan fərqli olaraq bəy və ağaların kənddə inzibati məhkəmə hakimiyyətindən məhrum edir. Bu yanlışdır. Bəy və ağaları kənd üzərindəki hüquqlarına məhrum edir. Yanlışdır. Komendant dövrünü ləğv edir. Yanlışdır. Bəy və ağalara məxsus tüylü torpaqları müsadirə olunmur. Əksinə onlara hüquqlar verməliyik. Bəy və ağalara məxsus tüylü torpaqları onların irsi mülkiyyət hüququ kimi təsdiq olunur.
Şimali Azərbaycanda Çar hökuməti 1841 qərarı 1846-cı reskriptindən fərqli olaraq tüylü torpaqların bəy bağların torpaq mülkiyyəti elan edirdi. Bəy bağlara məxsus bütün torpaqlar irsi mülkiyyəti kimi təsdiq olunur. Bu da reskriptə aiddir. Komendant idarə üsulu ləğv olunur. Deməli, komendant idarə üsulu 1840-cı ildə ləğv olunmuşdu. 41-dən həyata keçsə də, yəni qərar 1840-da idi. Ali müsahibəsi 2 nümayəndələrin torpaq sahələri verilməsi nəzərdə tutulur. Ali müsahibəsi 1843-də yaranıb. Mülk ədələri kəndlərin idarəçisindən uzaqlaşdırıldı. Y variantı düzgündür. 1847 kənd əsasnamələrin əsas müddəaları müxtəlif kəndli qrupların mülkədar tabelisi oldu. Bu 1846-ya aid reskriptdə. Kəndlər otlaqdan istifadə əvəzində çöpbaşı vergisi ödəməli idi. Elə B variantı düzgündür. 1847 kənd əsasnamələrin əsas müddəalarına daxil idi. Kəndlər öz gəlirlərinin 10 qat həcmində bir dəfəlik vəsait etməklə ödəməklə mülkədar asılının azad ola bilər. Belə bir şey yoxdur. Ali müsahibəsi 2 təsis olunur 1843-də. Vahid kənd idarəsi 1865. Kəndlər sudan istifadəyə görə bəhrə vergisi ödəməli idi. Bu düzgündür. Kəndlər öz pay torpaqlarını satın ala bilərlər. Bu 1870-ə aiddir. 19-cu əsrin birinci yarısına aiddir. Rəftarın ləğv aiddir. 1836. Təriqətli bidətçilərin köçürülməsi 1830 aiddir. Alban katolikosluğu 1836. 1-ci Pyotrov 1724. Cənubi Qafqaz canişini 1844. Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illərində həyata keçirilən aqrar qanunlara aid deyil. 15 yaşına çatmış kişi cinsindən olan sahibkar kəndlərinə yararlı torpağın verilməsinin nəzərdə tutulması aiddir. 1847. Mülkədarların kənd idarəçisindən uzaqlaşdırılması aiddir. Bəy bağların hüquqları haqqında reskript 1846 aiddir. Amma Şamaxı Quberniya inzibati islahat aiddir. Ona görə 115-də cavab oldu D variantı. 116-ya baxaq. Şimali Azərbaycanın 9-cu əsrin 40-cı illərində həyata keçirilən aqrar qanunlara aid deyil. Bəy bağlara məxsus olan torpaqların irsi mülkiyyət hüququ kimi təsdiq edilməsi 1846. Qazax Şəmşədi Borçalı mülkədarların torpaq sahibliyinə məhrum edilməsi, İrəvan quberniyasının təşkil edilməsi 1849-cu ildə və bu aqrar qanununa aid deyil. Ona görə 116-da cavab olur C variantı. Bu inzibatidir. Şimali Azərbaycanın 9-cu əsrin 40-cı illərində həyata keçirilən inzibati bölgəyə aiddir. Şamaxı quberniyasının yaradılması 46. Xəzər vilayətinin ləğvi 1800. Deyək ki, 46-da Quba qəzasının Xəzər vilayətinin tərkibinə daxil olması. Bu da aiddir İrəvan quberniyasının ləğvi. İrəvan quberniyasının özü 1849-da olub, ona görə D variantı. Xəzər vilayətinin yaradılması da 1840-cı ildə. Şimali Azərbaycanın 9-cu əsrin 40-cı illərin 2-ci əsrində həyata keçirilən inzibati bölgəyə aiddir. Şuşanın Xəzər vilayətinin tərkibinə daxil olması. Demək, Xəzər vilayətinin tərkibinə daxil olan ərazilərdən Şuşa Qarabağın tərkibində yerləşirdi. Ona görə də A variantı düzgündür. Atıram bunu. Yezavitl quberniyası 1868-dədir. 1847 kənd əsasnamələrinə aiddir. Şamaxı quberniyasının sahibkar kəndlərinə şamil edildi. Şamaxı quberniyası bilirik ki, 1846-cı ildə yaranmışdı. Bunların sahibkar kəndlərinə aid edilmək məsələsi ilə A variantına aiddir. İrəvan quberniyası heç yox idi 49-da yaranıb. Nuxa qəzasının sahibkar kəndlərinə öz pay torpağını satın alıb mülkiyyətinə çevirmək hüququnun verilməsi. Satın almaq məsələsi burada deyildi. 1870-də idi. Yezavitl quberniyası 1868-də yaranmışdı. 47-də yox idi. Lənkəran və Bakı qəzalarının dövlət kəndlərinin və təsərrüfatına iməcəyə çıxarılmasının təsdiq edilməsi dövlət kəndlisinə aid deyil. Bu sahibkar kəndlisinə aiddir. 1830 Darbaqə, 1837 Qubayat Ümidcəhət. Hərbi şura Qubadadır. Milli və dini zülmə qarşı çevrilməsi. Yəni, ümumiyyətlə, burada milli və dini zülmə qarşı idi hər biri. Ona görə B variantını hər ikisinə də aid götürmək olar. Şimali Azərbaycanın 9-cu əsrin 40-50-ci illərinə aid oxşar ölkədə xarici kapitalın üstünlüyü, neft sənayesində iqtisamı mövcud olub. Bu pis bir şey idi və B variantı hər ikisinə də aiddir. Xəritədə işarələnmiş, deməli, əyalətlərə aid ümumi cəhəti seçin. Qarabağdan Lənkərana aid ümumi cəhət. Çar hökuməti tərəfindən ərazisində xristian ailələri köçürülmüşdü. Qarabağa bilirik ki, ruslar da köçürülmüşdü, ermənilər də köçürülmüşdü. Lənkərana isə yenə ruslar köçürülmüşdü. Ona görə də biri seçə bilərik. Ərazisində 19-cu əsrin 30-cu illərində Çar üsyanına qarşı üsyanın baş verməsi. Bu bizdən oxşarlığı soruşur. Qarabağda da üsyan olmamışdı. Üsyanlar olub Carbaqən, Quba, Şəki və Lənkəranda. Ona görə 2-ni atıram. İkinci Rusiya müharibəsi dövründə yaradılmışdır.
deməli, əyalət dedik. İkinci Rusiya müharibəsi dövründə Qarabağ 1822-ci ildə əyalətə çevrilmişdir. Lənkəran isə 1826-cı ildə. Ona görə bu yanlışdır. 1822 İkinci Rusiya müharibəsi deyil. İkinci Rusiya müharibəsi 26-28-dir. Müsəlman əyalətləri rəisinə daxil olanlar Şəki, Şirvan, Qarabağ, Lənkəran olmalıdır. Ona görə elə 4-ü də götürə bilərəm. Cavab olur 1-lə 4. Y variantı düzgündür 122-də. 1840 10 aprel islahatına aid uyğunluğu müəyyənləşdirək. 1840 10 aprel islahatı inzibati dəyişikliklər və məhkəmə dəyişikliklər. Qafqaz danışıqlı vəzifəsi təsis olması 1844. Komendant dərəcəsinin ləğv olunması inzibatiyə deməli inzibatiyə aid qondarma erməni vilayətinin ləğv olunmasını götürə bilərəm. Məhkəməyə aid şəriət məhkəmələrinin yaradılması bu çoxdan var idi. Mülki işləri hərbi məhkəmələrdə baxılma qaydasının ləğv olunmasını götürərəm. Antlı məhkəmələrin təsis olunması da yanlışdır. Cavab oldu 1BC, 2B. Yəni 123-də cavab oldu D variantı. 1837 Quba üsyanından fərqli olaraq 1830 Azərbaycan, 1838 Şəki. Daxili müstəqilliyin ləğv olunması üsyanın səbəblərindən biridir. Çar Rusiyası ilə sülh müqaviləsi imzalanmışdır. Cəmaətlinin daxili idarəçiliyi bərpa edilmişdir. Komendant dərəcəsi ləğv olundu 1830 üsyanında. Bu hamısının nəticəsidir. Üsyançılar komendant dərəcəsinin ləğvi tələbini irəli sürmüşdür. Tələb məsələsi Qubada var idi. Üsyanı Məşədi Məhəmməd başçılıq edirdi. Cavab olub 1A, 2D, C variantı. Yəni Y oldu düzgün cavab. 1830-cu il Çar-Balkan üsyanından fərqli olaraq 1831 Lənkəran 37 Quba üsyanı. Xanlıq idarəsinin ləğv olunması. Deməli, Xanlıq idarəsi onsuz da ləğv olunmuşdu, anlatıram. Osmanlı hərbi dəstələri üsyançılara köməyə gəldilər. Azərbaycanın digər bölgələrində yerləşən Rus qoşunları üsyançılara qarşı göndərildi. Deməli, bunu götürə bilərik. 1837 Quba üsyanında Şeyx Şaban və Həmzət bəyin başçılığı altında dağlı dəstələr üsyançılara köməyə gəldilər. Bu da yanlışdır. Çar-Balkana aiddir. Dağlı hərəkatın rəhbəri Şeyx Şami diqqət göstərir. Üsyanın gedişində hərbi şura yaradılıb. Cavab olur 1C, 2BC. Cavab oldu 125-də B variantı. 19-cu əsrin 40-cı illərində Şimali Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda komendant dövlətlərinin qarşı xalq çıxışlarının baş verməsi 30-cu illərdir. Dövlətə xidmət müqabilində tiyul torpaqlarının paylanması, Babillər hərəkatı Cənubi Azərbaycana aid 1848-52-ci illərdə, ona görə C variantını düzgün götürə bilərik. 127-yə baxırıq. 19-cu əsrin 40-cı illərin sonunda Şimali Azərbaycanda yaradılmış quberniya xəritədə müəyyənləşdirək. Cavab 1849-cu İrəvan quberniyası, lakin burada işarələnməsə də Naxçıvan qəzası onun tərkibinə daxil idi. Ən uyğun cavab olur 4. C variantı. Xarizmə qarşı 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların nəticələri. İnzibati məhkəmə islahatı həyata keçirildi. Yerlərdə xan hakimiyyəti bərpa olundu. Komendant dərəcəsi ləğv olundu və mükəlləfiyyətlər ləğv olundu. Yanlışdır. Cavab olur 1 və 3. 1840-da inzibati islahat keçirildi və komendant dərəcəsi ləğv olundu. Xarizmə qarşı üsyanların nəticələri. Cənubi Qafqazın inzibati quruluşunda dəyişiklik olundu. Mahal Nabi vəzifəsi bərpa olundu. Yanlışdır. Cənubi Qafqaz Ümumimperiya inzibati ərazi bölgəsinə uyğunlaşdırıldı. Bu da düzgündür. Amma komendant dərəcəsi ləğv olunur, bərpa olunmur. 19-cu əsrin 40-cı illərində Cənubi Qafqazdakı idarəetmə sistemi ümumimperiya inzibati sisteminə uyğunlaşdırma məqsədi həyata keçirilən inzibati tədbirləri müəyyənləşdirək. Əyalətlərin qəzalara çevrilməsi. Deməli, bu düzgündür. Biri götürə bilərik. Komendant dərəcəsinin ləğvi 1840 bunu da götürə bilərik. Bakı quberniyası 1859 idi. Xanlıqların ləğvi çoxdan ləğv olunmuşdu. Kəndlərə 5 desiatın torpaq 1847-ci kənd əsasnaməsinə aid. Bundan heç bir əlaqəsi yoxdur. Cavab olur 1-dən 2. 19-cu əsrin 40-cı illərin ortasında Şimali Azərbaycanda yaradılmış quberniyalar Dərbənd quberniyası, həmçinin Şamaxı quberniyası idi. Cavab olur 1 və 2. 131-də cavab oldu 1-dən 2. 132-yə baxaq. 19-cu əsrin 1-ci yarısında Şimali Azərbaycanda yaradılmış quberniyaların ərazisini müəyyənləşdirək. Deməli, quberniyalar hansılar idi? 19-cu əsrin 1-ci yarısında. Məsələn, Dərbənd quberniyası, Şamaxı quberniyası, həmçinin 1-ci yarısında isə İrəvan quberniyasını götürə bilərik 1-2-4. Şimali Azərbaycanda quberniyanın yaranmasının xronoloji ardıcılığı müəyyənləşdir. İrəvan quberniyası 1849, Yezavetpol 68, Şamaxı quberniyası 1846, Bakı quberniyası da 1859. Ardıcılığı düzsək 1-ci 2-ni götürürük. 1846 Şamaxı quberniyası, sonra 1849-cu ildə İrəvan quberniyası,
Bakı 1859-cu ildə idi. Deməli, Yelizavetpol isə 1868-ci ildə idi. Cavab oldu 2, 1, 4 və 3. İctimai Azərbaycanda 1846-47-ci illər aqrar islahatlarına aiddir. Dövlət kəndlərinə maddiyyat vermək müqabilində dövlət torpaqlarının nəsil istifadə hüququ bu yanlış tamamilə sahibkar kəndlərinə aiddir. Mülkədar torpaqlarında yaşayan kəndlərin rəiyyət, rəncbər, elat qruplarına bölünməsinin ləğv olunması. Kəndlərə öz pay torpağını satın alma hüququ 1870-dir. Bəy və ağaların torpaq üzərində irsi mülkiyyət hüququ 1846 6 dekabr reskriptidir. Çar Rusiyasının Şimali Azərbaycanda həyata keçdiyi 1847 kənd əsasnamələrinə aid olan xüsusiyyət. Bəy və ağalara məxsus bütün torpaqların onların irsi mülkiyyət hüququ kimi təsdiq olunması. Bu 1846-cı il reskriptinə aiddir. Ona görə biri atıram. Sahibkar kəndlərin bir yerdən başqa yerə köçmə hüququ saxlanılır 47 aydır. Kişi cinsindən olan 15 yaşına çatmış hər bir bəy kəndlisinə 5 desiyatdan az olmayaraq yararlı torpaq sahəsi verilməli idi. Düzdür. Sahibkar kəndlərin mülkədar tabiyəsi məsələsi 1846-dır. Kəndlərin otlaqdan istifadə edilməsinin çöpbaşı vergisi düzdür. 2-3-5. Şimali Azərbaycanda həyata keçirilən 1846 reskriptinə aiddir. Xəzər vilayətinin bəylərinin tüyü torpaqlarının müsadirə edilməsi. Belə bir şey yox idi. Bəylərə hüquq verilir. Bəylərin kənd idarəçiliyindən uzaqlaşdırılması yox, əksinə. Bəy və ağalara məxsus bütün torpaqlar onların irsi mülkiyyət hüququ kimi təsdiq olunur. Düzdür. Bəylər torpaq hüququ baxımından Rusiya zadəganları ilə bərabər hüquq qazanırlar. Düzdür. Amma idarə etmədə heç bir hüquq qazanmırlar. Yəni, əsas hüquqları qazanmırlar. Mülkədarlara kəndlər üzərində polis idarəsində həyata keçirmək hüququnun verilməsi. Bunu da düzgün olaraq götürə bilərik. Cavab olur 3, 4 və 5. 137-yə baxaq. Xəzər vilayətinin bəylərinin torpaqlarının müsadirəsi 1841, Komendant dövrüsünün ləğvi 40, İrəvan quberniyası 1849 cavab olur 2, yəni 1840. Xəzər vilayətinin bəylərinin torpağının müsadirəsi 1, 1841 idi. Çünki İrəvan quberniyası da 1849 idi. Cavab oldu 2, 1 və 3. Xronoloji ardıcılığı müəyyənləşdirək. Qafqaz canişinliyinin yaradılması 1844. Xəzər vilayətinin ləğvi 1846-cı ildə. Şimali Azərbaycanda ali müsaməsi 1843-cü ildə. Cavab oldu 3, 1 və 2. Xronoloji ardıcılığı müəyyən edir. Şimali Azərbaycanda ali müsaməsi 2-nin təsis olunması 1843, Yelizavetpol 1868, Dərbənd quberniyası 1846. Cavab oldu 1, 3 və 2. Xronoloji ardıcılığı müəyyənləşdirin. Şimali Azərbaycanda ilk rus məskənlərinin salınması 1830. Komendant dövrüsünün ləğvi 1840. Şamaxı quberniyasının yaradılması da 1846-cı ildə. Cavab olur 1, 2 və 3. Şimali Azərbaycanda 9-cu əsrin 30-cu illərində baş vermiş üsyanların xronoloji ardıcılığı müəyyənləşdirək. 1-ci Carbalakan ərazisində üsyan baş verir. Burada deməli neçə dənə rəqəm göstərib? 1, 2, 3 rəqəm göstərib. Şəki 1838-də idi. Quba 1837-də idi. Lənkəran 1831-də idi. Cavab olur 3. Yəni Lənkəran 1831, sonra 2, Quba 1837, sonra da Şəki deməli 1838-ci ildə. 3, 2, 1 düzgün cavabdır. Xəritədə rəqəmlərlə işarələnmiş Şimali Azərbaycan xanlıqlarının ləğv edilməsinin xronoloji ardıcılığı müəyyənləşdirək. 1, 2 və 3. Deməli, 1 olur Quba xanlığının ləğvi 1810-cu ildə. Qarabağ xanlığının ləğvi 22-ci ildə, Lənkəranda deməli 1826-cı ildə. Elə cavab oldu 1, 2 və 3. Xronoloji ardıcılığı müəyyənləşdirək. Xəzər vilayətinin təşkil olunması 1840, Cənubi Qafqaz danışının təsisi 1844, Bəy və ağaların hüquqları haqqında reskript 1846, Qubada komendant dərəcəsinə qarşı üsyan 1837. Cavab olur 1-ci 4, sonra 1, sonra 2, sonra da 3. Xronoloji ardıcılığı müəyyənləşdirir. Almanların yerləşdirilməsi 1817-18, bidətçi təriqətçi ruslar 1830, Alban katolikosluğu 1836. Deməli, Gəncədə komendant dərəcəsinin yaradılması 1804-cü ildə. Birinci götürürük 4-ü, sonra da 1, 2 və 3. Şimali Azərbaycan tarixinə aid xronoloji ardıcılıq. Alban katolikosluğunun ləğvi 1836, Şamaxı quberniyasının yaradılması 1846, Dərbənd quberniyasının ləğv olunması. Deməli, Dərbənd quberniyası 1846-da yaranmışdı, 1860-da ləğv olunur. Komendant dərəcəsinin tətbiq olunması isə ən əvvəldən idi, 1804 deyə götürək, məsələn, Yelizavetpolundan. Olur 1-ci 4.
Sonra, deməli, Alban katolikosluğunun ləğvi 1836-da 1. Şamax quberniyasının yaradılması 1846 2. Dərbənd quberniyasının ləğvi 1863. Cavab oldu 4, 1, 2 və 3. Xronoloji ardıcıllıq müəyyənləşdirək. Qazax Şəmşədi Borçalı nahiyələrinin Gürcüstan İmmediya quberniyasının tərkibinə daxil olması 1840. Çar Balakən cəmiyyətinin daxili müstəqilliyi ləğvi 1830. Şimali Azərbaycanda Alban katolikosluğunun ləğv olunması 1836. İrəvan quberniyası 1849. Birinci götürürük 2-ni, yəni 1830. Sonra Alban katolikosluğunun ləğvini götürək 1836-cı ildə. Sonra Qazax Şəmşədi Borçalı nahiyələrinin Gürcüstan İmmediyanın tərkibinə daxil edilməsi 1840-cı ildə idi. İrəvan quberniyasında 1849-cu ildə idi. Cavab oldu 2, 3, 1, 4. Xronoloji ardıcıllığı müəyyənləşdirək. Cənubi Azərbaycanda Babillər hərəkatının başlaması 1848. Dərbənd quberniyası 1846. Xəzər vilayətinin təşkil olunması 1840. Deməli, Şimali Azərbaycanda rəhbər rüsumunun ləğv olunması 1836. Cavab olur xronoloji ardıcıllıq olaraq 4, 3, 2 və 1. Rəhdar dedik 1836, Xəzər vilayəti 1840, Dərbənd quberniyası 1846, Babillər 1848. 148-ci suala baxırıq. Şimali Azərbaycanda baş vermiş hadisənin xronoloji ardıcıllığı. Çar Balakənin daxili müstəqilliyinin ləğvi 1830, rəhdarın ləğvi 1836, ali müsəlmanlısı 2843, komendant dəri sistemi ləğvi 1840. Cavab olur. Çar Balakənin daxili müstəqilliyinin ləğvi 1, 1830, rəhdarın ləğvi 1836-cı ildə, komendant dəri üsulunun ləğvi 1840-cı ildə, ali müsəlmanlısı 2-nin təsisi 1843-cü il martın 10-da. Cavab olur 1, 2, 4, 3. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olub videoları bəyənib şərh yazmağı unutmayın.